Hər kəs musiqini sevir. Hər kəs musiqidən zövq alır. Hər kəs oxumağı, rəqs etməyi, şən olmağı sevir. Bəs niyə kimsə bunun haram olduğunu desin? Bu çox sadədir. Hər hansı bir şeyin hökmünü bilmək üçün Quran və sünnəyə qayıtmalıyıq. Biz müsəlmanıq. Biz Qurana və sünnəyə qayıtmalıyıq. Dinimizi Quran və sünnədən başqa bir yerdən alırıqmı? Xeyr. Sünnəyə baxsaq, müsəlmanlar üçün ən etibarlı kitab hansıdır? Hər hansı bir sünni müsəlmandan soruşsanız, deyər ki, Səhih əl-Buxari. Bu, Qurandan sonra yer üzündəki ən etibarlı kitabdır. Və Səhih əl-Buxaridə Peyğəmbər sallallahu əleyhi və səlləm bizə xəbər verir ki, ümmətimdən elə insanlar olacaq ki, haram olan şeyləri halal sayacaqlar. Zinanı, ipəyi, sərxoş edici içkiləri, yəni xamrı və musiqi alətlərini halal sayacaqlar. 4 şey. Peyğəmbər sallallahu əleyhi və səlləm bizə dedi ki, elə insanlar gələcək ki, bu haram olan şeyləri halal sayacaqlar. Deməli, bizə musiqinin haram olduğunu bildirən Peyğəmbərin özüdür. Və bununla bağlı dəlillər çoxdur, olduqca güclüdür. Hər hansı bir müsəlman alim yer üzündə yoxdur ki, sənə Beyoncé, Madonna, Michael Jackson və bu kimi musiqilər dinləməyə caiz saysın. Bu tamamilə mümkün deyil, çünki birincisi bunlar çirkli şeylərdir, natəmizdir. Sözləri çox pisdir, çox dəhşətlidir. İnsanları bədənlərini hərəkət etdirməyə, necə deyirlər, oynamağa təşviq edir. Allah bizi bağışlasın. Onlar hərəkət edir, sən də bədənini hərəkət etdirirsən. İnsanda şəhvani hisslər oyanır. Ona görə bu çirkli bir sənayedir. İçində olanlardan soruşun. Bu natəmizdir. Musiqi haqqında işləndə görürsən ki, söhbət qarşı cinsi necə cəlb etməkdən gedir. Hər şey sevgidən danışır, hər şey hisslərdən bəhs edir. Sonra evdə xoşbəxt olmursan, işə gedirsən, birlikdə işlədiyin birini görsən və düşünürsən, musiqi elə bil tam bu vəziyyətə uyğundur və s. Beləcə bir çox şeylər baş verir. İnsanlar bizim zehnimizlə oynayırlar. Musiqinin insan zehni üzərindəki təsiri minlərlə ildir geniş şəkildə sənədləşdirilib. Yüzlərlə elmi araşdırma sübut edib ki, musiqi insanın duyğularına, hissiyatına və davranışına dərin təsir göstərə bilər. 1839-cu ildə Heinrich Wilhelm Dove maraqlı bir səs kəşf etdi. O, binaural bits adlanan qəribə bir fenomeni ortaya çıxardı. Bunlar musiqinin içində olan xüsusi tezliklərdir ki, beyin dalğalarının necə işləməsinə və nəticə etibarilə bizim ruh halımıza təsir edir. Daha yeni bir araşdırmada 2012-ci ildə psixoloq Annette Shermer müəyyən etdi ki, xarici dünyanı necə qavramağımıza musiqinin ritmi birbaşa təsir edə bilər. Çünki beyin dalğalarımız eşitdiyimiz ritmlərlə sinxronlaşır. Bu araşdırmada ən maraqlı olan isə odur ki, Shermer fərqinə vardı ki, insanlar eyni ritmdə hərəkət etdikdə dünyanı da daha çox eyni şəkildə qavramağa meyilli olurlar. Bu isə o deməkdir ki, musiqidən istifadə etməklə beyin dalğalarının ritmini dəyişdirərək insanın düşüncə prosesi də dəyişdirilə bilər.